Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Neft Kimya Prosesləri İnstitutu arasında təhsil, elm, ixtisas artırma və məşğulluq sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru professor Gülçöhrə Məmmədova və institutun baş direktoru akademik Vaqif Abbasov imzalayıblar. Görüş çərçivəsində nümayəndə heyətlərinin iştirakı ilə geniş müzakirələr aparılıb. Əməkdaşlığın dərinləşdirilməsi üçün prioritet istiqamətlər müəyyənləşdirilib, mövcud elmi və texniki imkanlar gözdən keçirilib. Professor Gülçöhrə Məmmədova deyib ki, əməkdaşlıq xüsusilə inşaat mühəndisliyi və materialşünaslıq sahələrində tətbiqi elmin gücləndirilməsinə, sənaye ilə əlaqələrin dərinləşdirilməsinə və rəqabət qabiliyyətli kadr hazırlığına mühüm töhfə verəcək. Birgə tədqiqatlar aparılacaqlar, birgə nəşrlər ediləcəklər. Əlbəttə ki, bu tədqiqatların nəticələri bizim proqramlara daxil ediləcək, bizim ixtisas hazırlaması sənədlərimizin, proqramlarımızın məzmununa daxil edəcək və əlbəttə ki, həm təhsilə, həm elmi tədqiqata, həm onun praktiki əhəmiyyətinə böyük töhfə verəcək. İmzalanan sənədin əhəmiyyəti barədə danışan Neft Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov vurğuladı ki, memorandum kadr hazırlığı və elmi tədqiqat sahəsində bərabərlik və qarşılıqlı maraqlar prinsipi əsasında əməkdaşlığı nəzərdə tutur. Alınan elmi nəticələr daha mükəmməl tətbiq olunmağa hazırlanacaq. Bu da ölkəmizdə sürətli inkişaf edən bu tikinti quruculuq işlərində istifadə olunacaq və çox böyük fayda verəcək. Hesab edirəm ki, bu model çox uğurlu bir modeldir. Çünki burada elm və təhsilin birbaşa inteqrasiyası var və qarşıya qoyulan məsələlər birgə əməkdaşlıqla həll olunacaq. Həmçinin bildirildi ki, elm və təhsilin inteqrasiyası yalnız nəzəri deyil, real sektorun ehtiyaclarına cavab verən konkret məhsul və texnologiyaların yaradılması baxımından da mühüm əhəmiyyət daşıyır. Universitetin Materialşünaslıq kafedrasının müdiri, texnika elmləri doktoru, professor İradə Şirinzadənin sözlərinə görə bu əməkdaşlıq tələbələr üçün də xüsusi əhəmiyyət daşıyır. Əlbəttə, layihədə magistr tələbələr, doktoranturada oxuyan tələbələr tədqiqat yönümlü işlər olduğu üçün bunlar iştirak edə bilər. Amma yaxşı oxuyan bakalavr tələbələrinin də iştirakı istisna olunmur. Qeyd edək ki, memorandum 5 il müddətinə qüvvədədir və tərəflərin qarşılıqlı razılığı əsasında konkret layihə və proqramlar üzrə əlavə protokollar və müqavilələr imzalanacaq. YouTube kanalımıza abunə olun.